Scaffoldinglə yaxın inkişaf zonasının fərqini izah eləmək istəyirəm sizə. Adətən testlərdə müəllimlər yaxın inkişaf zonası ilə scaffoldingi bir-birindən seçməkdə çətinlik çəkirlər. Baxın müəllimlər, scaffolding bizim şagirdlərə göstərdiyimiz dəstəkdir. Şagirdimizin qaranlıq məqamını aydınlatmaq üçün ona göstərdiyim müvəqqəti kömək. Bunun adı scaffoldingdir. Scaffoldingi müəllim də eləyə bilər, şagirddən daha təcrübəli bacısı, qardaşı, valideyni, sinif yoldaşı da eləyə bilər. Bu bizim göstərdiyimiz dəstəyin adıdır scaffolding. Yaxın inkişaf zonası isə bu dəstəyi göstərdiyimiz müddətdir. Bu dəstəyi göstərdiyimiz zaman, müddət olacaq yaxın inkişaf zonası. Gəlin bir nümunə deyim. Misal üçün, tutaq ki, mənim şagirdim eramızdan əvvəllə eramızdakı hadisələr arasındakı fərqi seçə bilmir, çətinlik çəkir. Mən ona göstərdiyim dəstək, verdiyim izahlar, göstərdiyim dəstəkləri, çəkdiyim hər hansı bir şəkillər, zaman oxu və s. bu scaffoldingdir. Bunu nə qədər müddətə bitirirəmsə, tam uşağa o qaranlığı aydınlatıramsa, bu bir dərsə mi baş verir, 2 dərsə mi baş verir, 1 aya mı baş verir, 10 günə mi baş verir? Həmin zaman adlanır yaxın inkişaf zonası.